Salam uşaqlar, bugün sizlə deməli MHM ümumi sınav baxacağıq. Bizə deməli deyir ki, birincisi tənliklər sistemidir. Tənliklər sisteminin Y istəyir. Birinci sualın çox asan üsulu var. X ortaq vurğu olaraq kənara çıxardırıq. X-i çıxartdıq kənara, qalacaq X üstə gəlsin Y bərabərdir 9. Və bizə aşağıda verib ki, X üstə gəlsin Y nəyə bərabərdir? 3-ə. X üstə gəlsin Y 3-dür. Deməli, x vurulsun 3 bərabər olub 9-a. X onda neçədir? 3. X-in qiymətini yerinə 3 qoyduqda 3 üstə gəlsin. Y əgər 3-dürsə, Y-i tapırıq buradan 0-a bərabərdir. Yəni, B variantı doğrudur. Keçirik ikinci suala. İkinci sual həndəsənin əsas anlayışında şəkilli əlavələr hissəsində keçmişik. Deməli, ümumilikdə bizə bilirik ki, 360 dərəcəni verməlidir. Əgər bura 280 dərəcədirsə, onda geriyə, baxın, bu hissəyə qalır 80 dərəcə. 360 eləməlidir. Digər tərəfdən biz deyirik ki, şəkilli əlavələrdə belə bir qayda keçmişdik ki, hətta biz buna M qaydası demişdik. Bura alfa, bura beta olduqda x nəyə bərabər idi? Alfa plus betanın cəminə. Yəni ki, 80 bərabərdir, ortadakı bərabərdir, 30 üstə gəlinsin alfaya. Alfa da buradan olacaq 50 dərəcə. Yəni, C variantı doğrudur. Daha sonra baxırıq 3-cü suala. Bizə deyir ki, kəsirini ixtisar edin. Neynirik? 4-ü ortaq vurğu olaraq kənara çıxardırıq. Qalacaq x kvadratı çıxılsın, 64-ü 4-ə böləndə eləyəcək 16. Bölünsün. Buradan da 14-ü ortaq vuruq çıxardıraq, qalacaq x toplanılsın 4. X kvadratı çıxılsın 16-nı a kvadratı minus b kvadratı düsturuna görə açırıq. Onda 4 vurulsun, x kvadratı çıxılsın 16 nəyin kvadratıdır? 4. Onda bir dəfə yazırıq x çıxılsın 4, bir dəfə də yazırıq x toplansın 4. Bölünsün, 14 vurulsun, x topla 4. X topla 4 ixtisar getdi. 4 ilə 14 də 2-yə ixtisar gedir. Qalacaq 2 vurulsun, x çıxılsın 4, bölünsün 7. Yəni, C variantı doğrudur. Daha sonra keçirik deməli 4-cü suala. Deyir, aşağıdakı nöqtələrdən hansı mərkəzi mənfi 1, 4, radiusu 5 olan çevrə üzərindədir? Ümumən, çevrə tənliyi necə idi? Mərkəzi A və B nöqtəsində olan x çıxılsın a-nın kvadratı, üstə gəlsin y çıxılsın b-nin kvadratı. Bərabərdir r kvadratına. Onda yazırıq ki, x çıxılsın, a-sı mərkəzi neçədir? Mənfi 1. X-dən mənfi 1 çıxanda x toplansın 1-in kvadratı. Biz mərkəzi nöqtələr nədirsə, işarələrin əksinə yazırıq. Toplanılsın, deyir, mərkəzi 4-dür. Nöqtələrindən biri, mərkəzi nöqtələrindən biri 4-dürsə, onda yazırım y çıxılsın 4-ün kvadratı. Bərabərdir radiusun kvadratı. Radiusu 5 isə 5-in kvadratı olacaq neçə? 25. İndi bizə deyir ki, hansı bu çevrə üzərindədir? Baxırıq, hansı varianta? Gəlin B variantına baxaq. Birinci gələn x-in qiymətidir. İkinci gələn isə y-in qiymətidir. X-in yerinə 2, y-in yerinə isə gətirib 8 yazacaq. 2 yazanda 2 toplansın 1-in kvadratı, üstə gəlinsin 8 çıxılsın 4-ün kvadratı. 2-nin üstünə 1 gəlində 3, 3-ün kvadratı 9, üstə gəlin 8-dən 4 çıxıram. 4, 4-ün kvadratı 16, 9 üstə gəl 16, 25. Həqiqətən də nəyə bərabər oldu? 25-ə. Bu misal elədir ki, bütün variantları yoxlamalısınız. O da olacaq nə? B variantı. Sonra deyir ki, 5-ci sualda M, N, K, L, F M çoxluğunun elementləridir. Elementlər deyəndə içərisindəkilər sayılır. Deyir, çoxluğunun 2 elementli alt çoxluqlarının sayını tap. 2 elementli alt çoxluqlarının sayını. Biz buna kombinzona yazacaq. Kombinzon ümumilikdə neçə elementli? 1, 2, 3, 4, 5. 5-dən kombinzon, 5-dən 2 elementli istəyir çünki. Bunu da necə yazırıq? Yazırıq 5 faktorial bölünsün. 5-dən 2 çıxırıq. 3 faktorial vurulsun 2 faktorial. 5 faktorial nə deməkdir? Biz bunu bir azaldırıq. 5 vurulsun 4, vurulsun 3 faktorialda dayandım. Çünki məxrəclə ixtisar gedəcək. 3 faktorial vurulsun 2 faktorial nə deməkdir? 1 vurulsun 2. 3 faktoriallar getdi. 5-i 4-ə vuranda 20, 1-i 2-yə vuranda 2. 20-ni də bölür 2-yə neçə eləyəcək? 10. Hansı variantdır? Deməli, B variantı doğrudur. Keçirik 6-cı suala.
6-cı sualda bizə deyir ki, çoxluğunun cüt elementli alt çoxluqlarının sayını tapın. Yəni ki, burada cüt ədəd iştirak edəcək. Gəlin belə eləyək. Cüt ədəd iştiraklarının sayını tapın. Ümumən cüt elementlər hansılardır? 2 ilə 4. Bir çoxluq yazaq, B çoxluğu. Yazırıq 2, 4. Deyir, bundan ibarət alt çoxluqların sayı. Yalnız cüt elementdən ibarət. Gəlin belə eləyək. Burada alt çoxluqların sayı tapılır 2 üstü n ilə. 2 üstü n ilə tapıldıqda 2 üstü 2 eləyəcək 4. 4 dənə ümumi alt çoxluğu var. Lakin cüt elementli deyəndə hər bir çoxluğun alt çoxluqlarından biri də deyirik boş çoxluqdur. Onda 4-dən çıxırıq biri. Deməli, yəni boş çoxluğu çıxırıq, yerdə qalır 3 dənə çoxluq. Y variantı doğrudur. 7-ci suala baxırıq. 7-ci sualda bizə deyir ki, bucaq V 90 dərəcədən böyükdür. Yəni bu alfa bucağı 90 dərəcədən böyükdür. Biz demişik ki, 90 dərəcədən böyük olduqda bura A tərəfi olsun, bura B tərəfi. X nə olacaq? Deməli, kökün altında A kvadrat üstə gəlsin B kvadratından böyük. Amma A üstə gəlsin B-dən kiçik olmalıdır. İndi mən baxıram ki, burada deməli nə olacaq? Yazırıq ki, kökün altında 8-in kvadrat üstə gəlsin 12-nin kvadratından böyük. Lakin 8 toplansın 12-dən kiçik olmalıdır. 8-in kvadrat toplansın 12-nin kvadratı bizə verəcək neçə? Təxminən kök altında 208 kiçikdir x, o da kiçikdir 20-dən. 208-dən təxminən nə qədər çıxacaq? 208-dən təxminən çıxacaq. Deməli, burada 208-dən çıxacaq təxminən 14 tam neçəsə kiçikdir x, o da kiçikdir 20. Aralarında yerləşən tam ədədlər 15, 16, 17, 18, 19. Neçə dənə element oldu? 5 dənə element oldu. Yəni C variantı doğrudur. Daha sonra keçirik nəyə? 8-ci sual. 8-ci sualda deyir ki, qrafikə uyğun olan variantı tapın. Mən bunu variantlarla işləyəcəm. Deməli, qollar yuxarıdırsa, deməli, A-sı mənfi ola bilməz. Bu getdi. Təpə nöqtəsi neçədir? M-i mənfi 3-dür. N isə 2-dir. Onda olacaq nə? M, N nöqtəsi. Yəni ki, mənfi 3, 2 nöqtəsi. Mənfi 3, 2 nöqtəsidirsə, biz tənliyi necə yazırdıq? Y bərabərdir A vurulsun, X çıxılsın M-in kvadratı, üstə gəlinsin N. A-sı görürük ki, hər birində 1-dir. Onda A-nı 1 olaraq qəbul eləyək. X çıxılsın, A-nın yerinə 1-dir, 1-i yazmasaq da olar. İndi X çıxılsın M. M-i neçədir? Mənfi 3. Biz əksin yazırıq. X toplansın 3-ün kvadratı, toplanılsın N. N-i isə öz işarəsi ilə yazırıq. Yəni toplanılsın 2. Mənfi 3, 2 idi. Mənfi 3-ün yerinə müsbət 3 yazdıq. Onda hansı variant olacaq? Deməli 8-də C variantı doğrudur. 9-cu sual. Bizə deyir ki, sonuncu rəqəmini tapın. Ümumən qüvvətdə ədədlər 4 rəqəmdən bir qüvvət təkrarlanır. Baxın, 4 üstü sonuncu rəqəminə baxıram. 4 üstü 1 bizə verəcək 4. 4 üstü 2 verəcək 16-nı. 4 üstü 3 verəcək deməli 64-ü. 4 üstü 4, 64-ü 4-ə vuranda hətta 216. Hətta bu 2 rəqəmdən bir təkrarlanır. Baxın, 4, 6, 4, 6. Onda nə edirik? 347 qüvvəti bölürük nəyə? Deməli, 347 qüvvətini bölürük 2-yə. Çünki 2 addımdan bir təkrarlanır. Qalıq neçə eləyəcək? 1. Qalıq 1 etdikdən sonra baxırıq ki, deməli, qalıq 1-dirsə gətirib 4-ün üzərinə, yəni sonuncu rəqəmin üzərinə həmin qüvvəti yazıram. 4 üstü 1 qalığı yazdım. 4 üstü 1 də nəyə bərabərdir? 4. C variantı doğrudur. Daha sonra keçirik 10-cu suala. 10-cu sualda bizə deyir ki, x nəyə bərabərdir? Kökdə 3 toplansın 1-ə. Gəlin belə eləyək. X ədədi kökdə 3 topla 1-dir. Yəni ki, x ədədi 0-dan böyük ədəddir. Kök altında x kvadratından müsbət ədəd olduğuna görə elə x olaraq çıxır. Onda yazıram x, üstə gəlinsin, buradan elə x olaraq çıxdı. X üstə gəlinsin 2x, çıxılsın 5. Yəni ki, 3x çıx 5. 3x deyirsə, x-in qiyməti də kökdə 3 topla 1-dir. 3 vurulsun, kökdə 3 topla 1, çıxılsın 5. Olacaq 3 kökdə 3
topla 3, çıx 5. O da nəyə bərabərdir? 3 kökdə 3 çıxılsın, deməli 2-yə. 3-dən 5 çıxırıq, -2. Hansı variantdır? B variantı doğrudur. Keçirik digər 11-ci suala. Bizə deyir ki, bucaq deməli A 40 dərəcədir. Uşaqlar, bu iki toxunan arasında qalan bucaqdır. İki toxunan arasında qalan bucaq 40 dərəcədirsə, söykəndiyi birinci qövs 140 dərəcədir. Nəyə görə? Çünki bu ikisinin cəmi, yəni BS qövsü ilə söykəndiyi birinci qövslə bu alınan bucağın, toxunanlar arasında qalan bucağın cəmi 180 eləməlidir. Bura 40-dırsa, bura 140-dır. Baxırıq ki, söykəndiyi qövs əgər 140-dırsa, daxilə çəkilmiş bucaq bunun yarısıdır. Daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısıdır. Burada yazırıq neçə dərəcə? 70 dərəcəyə bərabərdir. Yəni ki, 11-də Y variantı doğrudur. Keçirik 12-ci suala. Yazır ki, 2 çıxılsın, 2-də 1 x üstündə -1 bərabərdir 2-yə. Üzərində -1 nə deməkdir? Onun tərsi. Məsələn, 2 üzərində -1 yazıramsa nə deməkdir? 2-də 1. İndi üzərində tərsi -1'i bizə nəyi verib? 2'ni. Onda yazıram 2 çıxılsın. 2'də 1 x. Üzərində -1 olmadan nəyi verəcək bizə? 2'də 1'i. Çünki 2'də 1 üstün -1. Əgər bu mötərizənin içərisində 2'də 1 olsa, 2'də 1 üstün -1 bizə həqiqətən də nəyi verir? 2'ni. Bunu hesabladıqda yazırıq ki, 2 çıxılsın 0,5x bərabərdir 0,5'ə. 0,5x bərabərdir 1,5'ə, x də bərabərdir 3'ə. Yəni C variantı doğru olmuş olur. Keçirik növbəti sualımıza. Növbəti sualımız 13-cü sualdır. Deyir, kubun tilini 20% artırsaq. Uşaqlar, kubun tili dedikdə tərəfi nəzərdə tutur, həcmi neçə faiz artar? Ümumən kubun həcmi hansı düsturdan tapılır? V bərabərdir A kubu. Deyir 20% artırsaq. 20% artırsaq A normalda 100%. 20% artanda olacaq 120%. 120%-i də ədədlə ifadə edəndə olacaq 1,2 A-nın kubu. 1,2 A-nın kubu bizə verəcək deməli 1,728. Bunu da faizlə ifadə eləsək, faizlə ifadə etdikdə 100-ə vururuq. Vurulsun 100 bərabərdir 172,8%. Hər şeyin tamı 100%. Çünki bunun həcmi əvvəlcə 100% idi, olub 172,8%. Deməli artım. Nə qədər artım olduğunu tapmaq üçün də sonuncu faizdən, yəni 172,8-dən çıxırıq 100%. Bizə nəyi verəcək? 72,8%. A variantı doğru olmuş olur. Keçirik növbəti suala. Növbəti sualımız 14-cü sual. Bizə deyir ki, A üstəgəl B cəmini qiymətləndirin. 3 kiçikdir A kiçikdir 8. Cəmləyirik 2 kiçikdir B kiçikdir 4. Bərabərsizliklərin toplanılmasında tərəf-tərəfə sadəcə toplayacaq. 3-2-ni toplayırıq. 5. A üstəgəlsin B. 8 ilə də 4 neçə eləyəcək? 12. Və nəzərə almalıyıq ki, bərabərsizliklərin işarəsi eynidir. Məsələn, ancaq ikisində bunlarda kiçikdir, digərində böyük işarəsi ola bilməz. 5 ilə 12 arasında hansı variantdır? A variantı. Keçirik 15-ci sual. 15-ci sualda bizə nə deyir? 8-də 1 üstə gəlsin 8-də 3. 8-də 1 üstə gəlsin 8-də 3 bizə verəcək 8-də 4. 8-də 4 bunları da ixtisar etdikdə neçə eləyəcək? 2-də 1. 0,5. Digər tərəfdən 12-də 7 çıxılsın 12-də 4. Bizə nəyi verəcək? 12-də 3, yəni 4-də 1, o da 0,125 deməkdir. Birinci kəsri hesablayıram ki, 0,5 bölünsün 0,125 bizə verəcək 2-ni. İndi digər tərəfdən bunu hesablamağın belə bir yolunda deyim sizə. Bunu 2 vergül çəkiriksə olur 25. Bunu da 2 vergül çəkməliyik. 1 vergül çəkəndə 5 olur. Birinin də əvəzinə gətirib yanına 0 yazırıq. 50-ni 25-ə bölürük 2. Sonra digərini hesablayıram. Deməli, 7-də 6 çıxılsın 7-də 1. Bizə verəcək nəyi? 7-də 5. Bölünsün 49-da 7.
İndi birincisini olduğu kimi saxlayırıq. 7-də 5. Bunlar ixtisar gedəndə onsuz da 7-də 1 qalır. Bölmə zamanında tərsinə vururuq. Bunlar ixtisar getdi. 5-i 1-ə bölürük. Qalır 5. Burada da 5 aldıq. İndi birinci kəsirdə 2 almışdıq. Üstə gəlsin 5 bərabərdir 7-yə. C variantı doğru olmuş olur. Keçirik 16-cı suala. Bizə deyir ki, rombun bucaqları 1-2 nisbətindədir. Söhbət daxili bucaqlardan gedir. Əgər rombun bir iti bucağı ilə bir kör bucağını götürürüksə, rombun bütün tərəfləri bərabərdir. Sadəcə bucaqları biri iti, biri kördür. Və alfa ilə betanın cəmi də 180 dərəcə olmalıdır. Deyir 1-in 2-yə nisbətindədir. 1-in 2-yə nisbətindədirsə, onda x üstə gəlsin 2x bərabərdir 180. X də bərabərdir 60. Biz iti bucağı tapırıq ki 60'dır. İndi iti bucağı 60 dərəcə olandan sonra bizə deyir ki, böyük diaqonalı 10 kökdə 3'dür. Böyük diaqonal hardan çəkilir? Kör bucaq, üzr istəyirəm, iti bucaq təpəsindən. Bax, buradan diaqonal çəkdim. Diaqonal qarşı təpələri birləşdirir. Deyir, bura 120 dərəcədir. Bura 120-dirsə, bura qalacaq 30 dərəcə, bura qalacaq 30 dərəcə. Hər birini 30 dərəcə yazdıq. İndi nəyə görə? Burada bir daha 3 bucaq yarandı. 3 bucağın daxili bucaqların cəmi 180 eləməlidir. 180-dən 120-ni çıxdıq, 2-yə böldük. Soruşsanız ki, nəyə görə 2-yə böldük? Çünki rombun bütün tərəfləri bərabərdir. Və burada bir bərabər yanlı 3 bucaq yaranır. Bərabər yanlı 3 bucağında oturacağı biçik bucaqları bərabərdir. Digər tərəfdən diaqonal həm də tənböləndir. İndi bizə verib ki, böyük diaqonal 10 kökdə 3'dür. Biz hansı xassəni yadımıza salırıq? Bərabər yanlı 3 bucaqda 120 dərəcəli bucaq qarşısındakı oturacaq. Deməli, tərəf yan tərəflərin kökdə 3'üdür. Yəni ki, A kökdə 3, yan tərəf A'dır. A vur kökdə 3 bərabərdir 10 kökdə 3'ə. Onda A nəyə bərabərdir? 10'a. Tərəfi tapdıq 10. İndi bizə deyir ki, kiçik diaqonal neçə santimetrdir? Gəlin belə eləyək. Rombu çəkək. Kiçik diaqonal hansı təpədən çəkiləcək? Deməli, kör bucaq təpəsindən çəkilir. Buradan çəkirik. Rombun diaqonalı həm də tənböləndi. 120-dirsə yarı-yarıya bölür 60-60. Digər tərəfdə eyni qaydadır. Burada 60. İndi gəlin belə eləyək. Burada bir bərabər tərəfli 3 bucaq yaranır. Bütün bucaqları 60 dərəcədir. Biz də rombun tərəfini 10 tapmışıq. Əgər tərəf 10'dursa, hər tərəf 10'a bərabərdir. Deməli, cavab neçə eləyəcək? 10 santimetr. Keçirik 17-ci suala. Bizdən istəyir ki, kəsir hissələrin nisbəti. Ədədin kəsir hissəsini tapmaq üçün ümumən nə edirik? Kəsir hissəni tapmaq üçün ədəddən tam hissəni çıxırıq. İndi kəsir hissəsi neçədir? Kökdə 6'nın kəsir hissəsini tapmaq üçün kökdə 6'dan çıxırıq tam hissəni. Kökdə 6'dan təxminən 2 tam neçəsə çıxır? Onda tam hissəsi 2'dir. Məsələn, kökdə 6'dan tutaq gidelim 2 tam onda 3 çıxır. Tam hissəsi nəyə bərabərdir? 2'yə. Onda bunun kəsir hissəsi kökdə 6 çıxılsın 2'dir. Digər tərəfdən kökdə 6 üstə gəlsin 1 ədədinin kəsir hissəsini tapmalıyam. Bu arada kəsir hissəsi belə işarə olunur uşaqlar. Kökdə 6 plus 1'in kəsir hissəsini tapmaq üçün ədədin özündən, yəni kökdə 6 plus 1'dən tam hissəni çıxmalıyam. Tam hissədə nəyə bərabərdir? Kökdə 6 özü təxminən bizə tutaq ki 2,3 verdi. Kökdə 6 üstə gəlinsin 1 də 2,3 üstə gəlsin 1. Yəni 3,3. Tam hissəsi neçə olacaq? 3. Çıxırıq nəyi? 3'ü. Onda yazıram kökdə 6. 1-dən 3'ü çıxırıq neçə eləyəcək? 2. Kökdə 6 çıxılsın 2. Deməli bunun kəsir hissəsi də kökdə 6 çıxılsın 2'dir. Onda gətirib yerinə yazırıq. Nisbətlərini istəyir. Kökdə 6 çıx 2 bölünsün. Kökdə 6 çıx 2 bərabərdir 1'ə. Daha sonra bizdən istəyir 7-ci sual xarici bucaqlarının cəmi. İstər 7 bucaqlı olsun, istər 20 bucaqlı olsun, istər 5 bucaqlı olsun. Nə olur olsun, xarici bucaqların cəmi hər zaman 360 dərəcəyə bərabərdir. 18'i yazdıq. Deməli, bayaqki 17-ci sual idi. 18 idi. 18. İndi keçirik 19-cu suala. Deyir ki, polipipetin
diaqonalı neçə santimetrdir? Düzbucaqlı paralellepipedin diaqonalını tapmaq üçün nə edirdik? D bərabər kökün altında a kvadrat üstəgəl b kvadratı üstəgəl c kvadrat. Onda hesablayırıq ki, kökün altında 2-nin kvadratı üstəgəl 4-ün kvadratı üstəgəl 6-nın kvadratı. Bizə verəcək kök altında 54. Yəni ki, daha doğrusu kök altında 54 deyil də kök altında 56. Bu da bizə nəyi verəcək? 4 vurulsun 14. 4-dən kök çıxacaq 2. 14-dən çıxmır, qalır olduğu kimi. 2 kökdə 14. Bu biri. 20-ci sual. 20-ci sualda bizə nəyini istəyir? Median və modanın fərqini. Median tapmaq üçün əvvəlcə kiçikdən böyüyə doğru düzürük. Kiçikdən böyüyə doğru düzəndə 4, 6, bir altımız da var 6, daha sonra 8, 3 dənə 11, daha sonra 13, 2 dənə 13, bir də 17. Moda nədir? Moda daha çox təkrarlanandır. Ən çox təkrarlanan neçədir? 11. Bəs medianı necə tapacağıq? Elə edirik ki, həm başdan, həm də sondan eyni sayda ədəd qalsın. Gəlin bilək. Birini başdan götürək, birini sondan. Bu biri. Bu getdi. Bunun əvəzinə birini götürdük. Bundan birini götürdük. Bundan birini götürdük. Deməli, bizdə nə qaldı? Ortada 2 dənə 11 qaldı. Əgər cüt saydadırsa, toplayıb bölürük ki, 11 toplansın 11, bölünsün 2. Nəyə bərabər olur? 11-ə. Moda və medianın fərqini istəyir. 11 çıxılsın 11 bərabərdir. 0 olmuş olur. Daha sonra nə istəyir 20-ci sualda? Median və modanın, bunu yazdıq, 20-ni yazdıq, 21-ci sual. 21-ci sualda bizə nə istəyir? 21-ci suala deyir ki, burada nə edirik? Bu sual tipindən topulda var. Ortaq vuruq çıxardırıq kənara. Deməli, x1, x2 çıxartdıq kənara. Burada bir dənə x1 qalır, x2-ni çıxarmışıq. Bu da x1-ni çıxarmışıq, bir dənə idi. Bir dənə qaldı nə? x2. Gəlin belə eləyək. X kvadratı çıxılsın 6x topla 6 bərabərdir 0. Bununla bunun nə əlaqəsi var? Təbii ki, Viet teoremi. x1 topla x2 bizə əks işarə ilə b-ni verirdi. Mənfi b bölünsün a. Yəni ki, bu mənfi 6-dırsa biz əksini götürək. Müsbət 6 bölünsün 1, 6. x1 vurulsun x2 isə bizə c bölünsün a-nı verirdi. Yəni ki, 6 bölünsün 1, 6-ya bərabərdir. 6 vurulsun 6, eləyəcək neçə? 36-ya bərabərdir. 23-cü sual. 23-cü sualda bizə deyir ki, 7A sinifində olan 12 qız şagirdinin yaşlarının ədədi ortası 13-dür. Ədədi orta nə idi? Verilmiş ədədlərin cəminin sayına nisbət. Mən bilmirəm 12 qız şagirdinin yaşı neçədir? X-dir. Bölürəm saylarına, alıram neçə? 13. Onda bu qızların yaşlarının cəmini tapmaq üçün 13 vuram nəyə? 12-yə. Eləyəcək 156. Digər tərəfdən deyir ki, eyni sayda oğlan şagirdlərinin yaşlarının ədədi ortası 12-yə bərabərdir. Yenə oğlanların yaşlarının cəmini bilmirəm. Bölürəm sayına, eyni sayda deyir, y bölü 12. Bərabər olub deyir, ədədi ortası da 12-dir. Onda buradan y-i tapıram ki, 12 vurulsun 12-yə bərabərdir. Yəni olacaq 144. Bunu da 1 yazdıq. Ümumi şagirdlərin yaşlarının ədədi ortasını tapmaq üçün, bir sinifdə ümumi uşaqların yaşlarının ədədi ortasını tapmaq üçün hamısını cəmləyirik. Qızlarınki 156, oğlanlarınki 144. Bölürük saylarını. 12 qız, 12 oğlan, yəni 24. Bunu da böləndə bizə nəyi verəcək? Deməli, hesablayanda gətirib verəcək 12 onda 5. 300 bölünsün 24 eləyir. O da bərabərdir 12,5-ə. Keçirik 24-cü suala. Deyir, 2 natural ədədin cəmi 13 olarsa, onların hansı ən çox neçə olar? Uşaqlar, seçmə üsulunu ilə yazacaqsınız. Cəmi 13 olan ədədlər 1 ilə, deməli, neçədir? 12. 1 ilə 12-nin cəmi 13-dür. Bəs hasilləri 12. Sonra 2 ilə 11. Bəs hasilləri neçədir? 2 vurulsun 11, 22. Bu qaydada gəlir və sonda alınacaq 6 üstə gəlinsin 7. Bəs hasillər neçədir? 6 vurulsun 7, 42.
Burada 22 eləmişdi, burada 12 eləmişdi. Hətta burada 3 üstə gəlinsin 10 yazsaq, 3 vurulsun 10, 30 eləyəcək və s. Ən böyüyü isə 42-dir. Bu belə. Daha sonra keçdik 25-ci suala. Bizə deyir ki, Namiq işdən nahar etmək üçün maaş kartına 100 manat pul saxladı. Bir naharın qiyməti 5 manat 70 qəpik olarsa, Namiqin ən az neçə gündən sonra kartında 60 manatdan az pul qalacaq. Uşaqlar, sizin əlinizdə 100 manat pul var və eyni sayda gün, məsələn 5 gün, hər gün 5 manat 70 qəpik xərcləyirsiniz. Onda nə edirsiniz? Gün sayını vurursunuz pulunuzun miqdarına. İndi burada hər gün 5 manat 70 qəpik pul xərcləyir, amma neçə gün olduğunu bilmirəm. Vurur X-a. Əlimdə 100 manat nağd pulum var. Üstündən xərclədiklərimi çıxanda deyir 60 manatdan az pulu qalacaq. Onda kiçikdir, bərabərdir 60-dan yazırıq. Bunu da hesablayanda eləyəcək ki, 40, 60-ı keçirdik digər tərəfə, 100 çıxılsın 60, burada 100 çıxılsın 60, kiçikdir, bərabərdir 5,7 x. O da olacaq 40 kiçikdir, bərabərdir 5,7 x. Bunu da hesablayanda bizə nəyi verəcək? Deməli, x böyükdür, bərabərdir 7 tam neçədənsə eləyir? Və 7 tam tamla ədəd alınır. Bundan böyükdür, bərabərdir ədədlər. Ən azı neçə gün deyirdisə, tutaq 7,2. 7,2-dən böyük ən kiçik ədəd hansıdır? 8. Bunu təxmini yazmışlar. Siz özünüz hesablaya bilərsiniz. Bu da bu sınavın izahı. Nəyə başa düşməsəniz mənə göndərin, şəxsidən izah edin.